Zaxılı test 39-cu hissə 5-ci sinif ingilis dili 6-cı sual. Choose the correct preposition. Düzgün söz önlərini seçin. I am fond collecting stamps many countries. I am fond of, to be fond of bu. Xoşlamaq, çox istəmək mənasını verir. I am fond of, yəni birinci tərəfdə işlənəcək of. Burada of-la iki bəndimiz var. Stamps many countries, çoxlu ölkələrdən mən marka toplamağı xoşlayıram. From many countries, from-dan mənasını verir. C bəndi doğru cavabdır. 7-ci sual, choose the wrong variant. Səhv variantı seçin. There are stamps on the envelope. Sərfin üzərində marka var. Düzdür. A bəndi doğrudur, səhv deyil. B bəndi in the stamps book. Marka kitabında markalar var. B bəndi də doğrudur, səhv deyil. C bəndi on the coins. Dəmir pulların üzərində marka var. Bu səhvdir. C bəndi səhv cavabdır. D bəndi in my collection. Mənim kolleksiyamda marka var. Bu da doğrudur. Deməli C bəndi səhv variantdır. Bizdən də səhv variantı istəyir. C bəndi 7-ci sualın cavabıdır. 8-ci sual. Which words are correct? Alice is playing with a ball now. Alex is playing with a ball now. Alex topla indi oynuyor. Demək 1 olacaq. Alice is playing with a song now. Mahnı ilə oynayır. Bu ola bilməz. 2 səhvdir. 3-cü sual. Alice is playing with a monument now. Bu da səhvdir. Abidə mənası verir. Abidə ilə oynayır. Bu da səhvdir. Alice is playing with a puppet now. Alice indi kukla ilə oynayır. 1 ilə 4 doğrudur. 2 ilə 3 səhvdir. 9-10-cu sualın cavabını videonun altında şərhlərdə yazarsınız. Videonu bəyənib abunə olmağı unutmayın.